Allahım, bu yeni günü qənimət bilib, iman, ibadət və faydalı işlərlə keçirməyi nəsib et. Bu günümüzü səbir, şükür və xeyirli əməllərlə gözəlləşdir. Sevdiklərimizi, əzizlərimizi qoru. Dualarımızı və xeyir əməllərimizi qəbul et. Amin. Ey Rəbbimiz, biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və mərhəmət etməsən, biz şübhəsiz ki, ziyana düşənlərdən olarıq. Ey Rəbbim, bilmədiyim bir şeyi səndən istəməkdən sənə sığınıram. Əgər məni bağışlamasan, rəhm etməsən, ziyana uğrayanlardan olaram. Ey Rəbbim, məni, ata-anamı, mənim evimə mömin kəmə daxil olan kimsəni və qiyamət gününə qədər olacaq bütün mömin kişiləri və qadınları bağışla, zalimlərin isə ancaq həlakını artır. Ey Rəbbimiz, bu xeyirli işi məndən qəbul et, sən doğrudan da hər şeyi eşidən və bilənsən.